Bədbəxt insan, ayıl, özünə gəl. Vallahi bu yaşadığın din deyil. Sənin beynində İslamın sadəcə küfr olan qismi var. Geri qalan hər şeydən beynin quruyub. Əsas etdiyin əməl küfr olmasın. Nə qədər haram olur olsun, zərəri yoxdur. Səhərə qədər sosial şəbəkələrdə məhrəm, naməhrəm bilmədən söhbət elə, adını dəvət qoy. Əsas odur ki, etdiyin küfr deyil. TikToklarda çılpaq bədənindəki iyrənc döymələri reklam elə, altında muvahhid filan kəs yaz. Əsas odur ki, etdiyin küfr deyil. Boş vaxtını tapan kimi nəyin küfr olub olmadığını, hansı alemin kafir olub olmadığı haqqında araşdırmağa başla. Sənin dinin budur axı. Allahın və Rəsulunun sənə əmr etdiyi yüzlərlə əmrlər, qadağan etdiyi yüzlərlə qadağalardan sənə nə? Onlar küfür deyil axı. Yəni Allahdan qorxun, özünüzə qayıdın. Qiyamət günü əməl dəftərini sizə oxunanda nələr eşidəcəyinizə baxın. Onu nələrlə doldurduğunuza baxın. Arada vaxtınız olsa, başınız TikTokda mübahisələrdən açılsa, sələfin, sahabənin, tabeinin və sonra gələnlərin həyatını oxuyun. Onların bu dini həyatlarında necə tətbiq etdiklərinə baxın. Yəni bu hal ilə çox uzağa gedə bilməyəcəksiniz. Belə gərəksiz, lazımsız mövzuları gündəm edib, ömrünün bütün fəaliyyətlərini bu məsələlərə həsr edənlərin sonunun yaxşı olmadığına çox şahid oldu. Çoxsu Qurani oldu, çoxsu deist oldu. Niyə? Çünki Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, bu din asandır. Kim bu dinə qalib gəlmək istəyərsə, din ona qalib gələr.